Gözlərini yuvasından çıxaran gənc Ginnesin rekordlar kitabına düşdü. 28 yaşlı gənc unikal qabiliyyəti sayəsində gözlərini göz yuvalarından 1,88 sm qədər çıxara bilməsi ilə Ginnesin rekordlar kitabına daxil olub. İtaliyanın Milan şəhərində yaşayan Uruqvaylı Williams Martinin bu qabiliyyəti onda uşaqlıqdan var. Təxminən 8-9 yaşında olarkən o gözləri ətrafındakı əzələləri boşaldaraq gözlərini hədəqəsindən çıxara biləcəyini kəşf edib. Gözləri bu hala gətirmək görməyə zərərlidirmi? Sualın cavabını cərrah-oftalmoloq Leyda Kazımova verib. Qabarmış gözlər, buna oftalmologiyada egzoftalm deyilir. Egzoftalmdə göz almalarının göz yuvalarından həddindən artıq önə çıxdığı bir vəziyyətdir. Əslində bu əhəmiyyətli ödem fonunda deməli gözün xarici əzələləri tərəfindən gözün görmə sinirinin sıxılması ilə müşahidə olunur. Göz almasının qabarması fonunda görmə sinirinin mexaniki uzanması və yer dəyişməsi və bu proses də tədricən təkrarlanırsa, əlbəttə ki, bu ətrafı toxumalarda iltihabi proseslə də müşahidə olunur. İntraorbital, yəni gözün özünün daxilində təzyiqin artması müşahidə olunur. Hansı ki, öz növbəsində görmə siniri daima təzyiq altında saxlayaraq sinir liflərinin, sinir hüceyrələrinin məhvinə səbəb olur və torlu qişəyə kifayət qədər qan tərkizatı, qan tədarükü pozulması müşahidə olduğuna görə kifayət qədər qidalanma baş vermir. Qidalanma tamamilə pozulmuş sayılır. Yuxarı göz venasının damarının sıxılması nəticəsində də əlbəttə orbitanın yumşaq toxumalarında da bu iltihabi proses davam edir. Bu prosesi vərdiş edən bir insan, o gözü qismən də bu prosesə, bu hərəkətlərə adaptasiya edən bir insan ola bilər ki, gənc yaşlarında ya ilk dövrdə hər hansı bir fəsadı hiss etməsin. Amma bu proses fizioloji olmadığına görə, normal olmadığına görə və göz əzələlərini, orbitanın təzyiqini yüksək, davamlı yüksək saxladığına görə əlbəttə ki, fəsadları da görmüş olacaq. Gözünü yuvasından çıxaran Williams isə yalnız dostlarını və təsadüfi yoldan keçənləri təəccübləndirməklə kifayətlənmir, həm də sosial şəbəkələrdə populyarlıq qazanır. Onun bu hərəkəti nümayiş etdirdiyi videolar minlərlə baxış toplayır və izləyicilər ondan bu qeyri-adi hərəkəti təkrarlamağını xahiş edir.